Qeyrəz lələnin oğlundan. Lələnin oğlu sual elədi. Lətif Şah, nə görübsən, nə axtarırsan? Üzdəlandırdı. Bəs cavan dedi, bəli, dedi cavan, bəs nə oldu? Mənim yarım hara gir? Dedi, olan nə yar? Nə filan sənin başıva hava gəlib? Sənə nə olubdu bu sözü deyirsən? Dedi, qulaq as, indi ki bəs dərdimdən bax xəbər dəyirsən. Qulaq as, gör mənim başımın macerası nədir? Aldı. Lətif Şah, aldı görək, bir dəstgah nədir oxuyur? Bəndə ərz eləyim ağaların hamısının sağlığına. Onu da ara şərlığından oxuyur. Nədir oxuyur? Amma götürüb, görək nədir oxuyur? Dostların hamısının sağlığına. Başına döndüm möhrüban zavan, oyandım xabiden yarı görmedim. Alıştım odlara düştüm, oyandım xabiden yarı görmedim. Üz dolandırdı, ay oğul, yar kimdi, kime deysen? Axı yar kim ola? Burada bir şey yoktu, sen o sözleri deysen, dedi kulak.